Varlıq aləmi bütövlükdə belə bir həmahənglikdədir və sən nə istəsən eləyərəm deyənməzsən. Əks reaksiyası olacaq. Sən ki bu nizamı vurursan bir-birinə, nəticədə günahla nə edirsən? Bu nizamı bir-birinə vurursan. Nəticə bir nə olur? Bu nizam səfərbər olur, sən üstə hücum eləyir. Bu qaydaları ki bildin, uyğunlaşmağa çalış, unutmağa çalışma. Niyə görə unut? Niyə görə qorxudursan özünü? Qaydayla yaşamaq bu qədərmi qorxuludur? Sən də özün üçün qayda müəyyən elə və qaydalarla yaşamağa çalış, nizam-intizamla yaşamağa çalış. Özünə nəzarət eləməklə sən nastroyeniyon, əhval-ruhiyyən də yaxşılaşır. Müəyyən bir qayda. Hər şeyi yemə deyir. Fəlyanzuril insan ila təamih. Quran buyurur ki, adam geri yediyinə fikir versin. Özünüzü xeyir işlərə adət elətdirin buyurur. Yəni artıq peşəkar olun. Yaşamağın da peşəkarları var. Dindarlığın da peşəkarları var. Dindarlıq təkcə iman istəmir, həm də peşəkarlıq istəyir. Çətin gəlirsə Allaha sığının. Allah bunun üçündür ki, sənin səhvləri kompensasiya eləsin. Özü deyir, mən bunun üçün. Deyir ki, sən ki səhv buraxmısan, başına işlər gələcək. Deyir, ay biçarə, mən varam da, niyə mənim qüdrətimdən istifadə eləmirsən? Mən qüdrətimlə sənin qulluğundayam. Bilirsiniz? İlahi, mənimlə ədalətimlə davranma. Ədalətimlə davranma bir nə deməkdir? Səhərdən bu nizamdan danışırıq, bu intizamdan danışırıq. Mən bu nizama zidd olan addımlar atıram, adı olur günah. Mən bu nizamı bir-birinə vururam. Ədalət tələb edir ki, bu nizam mənim üstümə hücum eləsin. Mənimlə rəhmətinlə davran, yəni bu nizam-intizamın ki, ədalət məndən intiqam alacaqdır. Sən blokla bütün təbiət, hər şey, blokla məni onların əlindən xilas elə. Allah nə qədər səhvlərimizin nəticəsində bizi varlıq aləminin intiqamından xilas elə. Bir-bir deyinir, Allah bizi alır bunların əlindən. Kimlərə ki, xəyanət edir ya, bu təbiətə, bu varlığa. Onlar bizə hücum eləmək istəyir. Allah alır əlindən, deyir, dəymiyim buna, mənim bəndəmdir, bilməyib. Tövbə bu deməkdir. Tövbə bu deməkdir ki, varlıq aləminin intiqamından səni qurtarmaq, neytrallaşdırmaq. Və bu işdə İmam Hüseyin əleyhissalam bizə köməkdir. Hər gün şükür Allaha gəlir, əlimizdən tutur. Kompensasiya üçün fürsət Ramazan ayıdırsa, Ramazan ayında mənim bu söhbətimdə fürsət İmam Hüseynin müsibətinə toxunmaqdır. Adı gələn kimi birdən görürəm də mən cəmaatı. Harada oluramsa olur görürəm. Adı gələn kimi görürəm cəmaatın hal dəyişib. Bu hal dəyişmək asan məsələ deyil. Bu möcüzədir. Bunu İmam Hüseyin asanlaşdırmaq üçün Əli Əsğərini qurban verir. Səndə bu halı rahat yaradır ha. Bu asan məsələdir. Bunun arxasında o qədər zəhmət var. Kərbəla şəhidlərinin qanı var. Unutmayın ha bunu.